Ərini qətlə yetirərək yaşadığı həyətdə bastırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət üzrə məhkəməsi davam etdirilib. Bakı Azadlar Məhkəməsinin hakimi Səbinə Məmmədsadənin sədri ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, yəni mərhumun anası Cəmilə Əliyeva qısa çıxış edib. O, təqsirləndirilən şəxsin keçən dəfəki prosesdə çıxışına münasibət bildirib. Mənim oğlum nə narkotik istifadəçisi, nə də satışı ilə məşğuldur. Məhkəmənin də qərarı var ki, onun qanından heç bir narkotik vasitə çıxmayıb. Daha sonra təqsirləndirilən şəxs hakimin suallarına cavab olaraq yarımçıq qalmış çıxışını davam etdirib. Mən onu öldürəndə özümdə deyildim. Bir neçə saat stressdən çöldə qalmışam. Qızımı döyüb dəfələrlə barmağını sındırıb. Məni dəfələrlə döyürdü. Mən onu bastırdığım yerdə nə gül əkmişəm, nə də stop işarəsi qoymuşam. Uşaq yatmamışdan qabaq mərhum silahı yağlayırdı. Balaca oğlum da silahı görüb. O məni dizi ilə vuranda özümdən getmişdim. Ayılanda gördüm ki, silah tam hazır vəziyyətdə stolun üstündədir. Hər ikimiz narkotika qəbul etmişdik. Hakim: O nə üçün üzü divarı oturub sizdən silahını gətirməyini istədi? Çünki cinayət işində faktlar var ki, güllə onun sinəsindən dəyib. Təqsirləndirilən şəxs: O mənə ağza alınmaz söyüşlər söydü, silahı ona tərəf gətirdim. O yerindən qalxıb divanda oturdu. Fikrimi tam çatdıra bilmirəm, möhtərəm hakim. Təqsirləndirilən şəxs deyib ki, mərhumu mələfə ilə büküb və qolundan tutaraq klonkanın üstünə yıxıb. Meyitin üstündəki mələfəyə bir neçə yerdə bərk skoç vurdum ki, açılmasın. Səhərə qədər yer qazmışam. Meyitin ayaqlarından tutub evin içindən qazdığım yerə apardım. Onu bastırandan sonra evə keçib qan olan yerləri sildim. Metr yarımlıq divanı söktüm və bir neçə dəfəyə araba ilə apararaq zibilə atdım. Qana bulaşmış xalçanı da atdım. Silahı da 3 yerə bölüb bulvara gedib dənizə tulladım. Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətinə bastırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham rədd edilib. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.